müntəzəm olaraq inkişafını izləyir, problemlərini müəyyən edir, lazım gəldikdə istifadə etdiyi yolları təkmilləşdirir, bu da elə. Ay, sağ ol. İzləyir, problemi müəyyən edir, lazım olduqda da yolları təkmilləşdirir. 23-ə baxırıq. Müəllim şagirdlərin metakognitiv bacarıqlarının olub-olmamasını müəyyənləşdirmək üçün anket sorğusu tərtib edir. Anket sorğusunda müəllim müxtəlif tipli suallardan istifadə edir. Tərtib olunmuş hansı sual şagirdin metakognitiv bacarığını yoxlamağa xidmət etmir. Öyrənmə zamanı fəaliyyətini təhlil edib və nəticələrə əsasən planınıza dəyişiklik edə bilərsinizmi? Bu metakognitivdir də plan tərtib edə bilər. Ay, sağ ol, düzdür. Burada deməli edir. Bizə nə yazmışdı? Etməyən. Bircə dəqiqə sonra. Hə, bizə etməyən lazımdır, düzdür. Bu edir. Bu getdi. Sonra deyir ki, hər hansı prosesə başlamamışdan Əlbəttə onu görmür o suallar. Görsənmir? Hə, Hə, bircə dəqiqə geri qayıdım, yenidən açım. Bircə dəqiqə gözləyin müəllimlər. Kameranı açaq yenidən. İndi görsəndi? Hə, buyurun. Deməli, buyur. Sonra hər hansı problemə başlamamışdan əvvəl özünüzü həvəsləndirməyi vacib hesab edirsinizmi? Burada da özü ilə bağlıdır da. Düzdür, bu da var. Sonra deyir ki, hər gün müxtəlif fənlərdən elmi məlumatlar əldə edirsinizmi? Müxtəlif fənlərdən elmi məlumatlar. Bu metakognitivə uyğundur bu. Sadəcə olaraq məlumatlar əldə etməyimizi soruşur. Bu deməli getdi. Sonra deyir, sizə çətin gələn məsələlər başqalarına da çətin gələ bilərmi? Burada başqalarından söhbət gedir. Ay, sağ ol. 3 və 4 getdi elə cavaba. 5-i də oxu. Hə. 5-i informasiyanı yadda saxlamaq üçün özünə məxsus yolun varmı? Yəni özünə məxsus strategiyan varmı? Bu da özünə bağlıdır. Bəli, bax, özü ilə bağlıdır, amma burada sadəcə məlumat əldə edir. Sual verir də, müxtəlif fənlərdən elmi məlumatlar əldə edirsənmi? Çətin gələnləri başqaları ilə bölüşürsənmi? Bunlar metakognitiv. Metakognitiv bacarıq insanın özü üçün olan bir bacarıqdır. Öz strategiyasını tapır, özü üçün plan hazırlayır, özü üçün müşahidələr aparır, özü üçün rəy alır, özü üçün qiymətləndirmə aparır, özü üçün refleksiyadır, özü-özünü motivasiya eləyir tənzimləyərək, yəni emosiyalarını tənzimləyir, özü üçün strategiyasında uyğunlaşdırmadır, planlaşdırmadır. Görürsünüz, hamısı özdür. Yəni, insan özü üçündür. Amma burada sual verir, suala cavab verirsə, bu metakognitiv deyil. Deməli, 24 ilə 25-də oxuyur Sayal müəllim. Buyur, oxuyur Sayal müəllim. Cədvələ əsasən metakognitiv bacarıqlarla bağlı uyğunsuzluğu müəyyənləşdirin. Danışıq dərslərindən sonra şagird nə qədər inkişaf etdiyini və nələrin hələ də zəif olduğunu müəyyən edir. Bu düzdür də, bura aid deyil. Elə bu aid olmayanı götürəcəyik, eləmi? Hə, uyğunsuzluğu deməli burada tapırıq. Deyir, danışıq dərslərindən sonra şagird nə qədər inkişaf etdiyini, nələrin də hələ də zəif olduğunu müəyyən edir. Nə vasitəsilə? Müşahidə vasitəsilə, düzdür? Bu müşahidə, bəli, monitorinqin özünün müşahidəsidir. Bu qalır. Uyğunsuzluq deyil axın, bu doğrunun doğrusudur, uyğundur. Bu getdi. Hə, mən onu deyirəm, bunu götürmürük, bu qalır. Hə, elə bildim dedin, götürürük, üzürlü say. Yox, qalır. Onlara üçün hə. Şagird essedi tapşırıqları yerinə yetirdikdən sonra onun meyarlara uyğunluğunu yoxlayır. Essedi edir də bunu. Hə, bu da doğrudur da, öz uyğunluğunu yoxlayır sonda. Bəli. Bəli, yoxlama aparır, özünü qiymətləndirmədir, bəli. Şagird essey yazarkən müəyyən sözlərin yazılışı ilə bağlı çətinlik çəkdiyini bilir və yazdığı essey ilə bağlı yoldaşlarından rəy alır. Bu da metakognitivdir də, rəy alır. Özünü monitoring edir. Amma nə yazıbdır? Yanlış yazıbdır, belə uyğunsuzluqdur. Bunu götürürük.
Təmkinlə davranmağa başladıktan sonra şagird əslində hər zaman haqlı olmağını və səbirli olduqda yoldaşlarından da faydalı məlumatlar əldə edə biləcəklərini müşahidə edir. Bu da metakognitivdə elə 3-4. Sadəcə olaraq yanlışların altından götür. Müəllimlər, coğrafiyada yaman bu formada düşüb, uyğun, uyğunsuzluq. Bunlara diqqətlə baxın. Sertifikatiyada eləmir. Hə, coğrafiya fənninin çox deyir uyğunluqları cədvəl içərisində çox vermişdilər. Hə, 25. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Şagirdlər emosiyalarını necə idarə edəcəkləri ilə bağlı məlumatları olduqda çətin tapşırıqların öhdəsindən uğurla gələ bilirlər. Bu düzdür də emosiyalarını, bu özünü tənzimləməkdir, eləmi burada? Bəli, özdə məlumatlı olduqları üçün emosiyalarını qoruyur. Bu düzdür. Şagird verilmiş təlimat üzrə tapşırıqları icra etməsi onun metakognitiv bacarıqların formalaşmasını təmin edir. Təlimat üzrə edir də, özü etmirəm, bu aid deyil. Təlimat edirsə, özünə aid deyil, getdi, bəli. Metakognitiv bacarıqlara sahib olan şəxslər müxtəlif problemləri hər kəsin istinad etdiyi yolla həll etmələri ilə fərqlənirlər. Hə. Özləri edir, bu yanlışdır, istinad etməklə. Başqalarının etdiyindən eləyirsə, deməli yanlışdır. Elə yanlışın da yanlışı bu oldu. Cavabımız şagird özünü qiymətləndirmə bacarığını inkişaf etdirməz. Onlarda yalnız, elə budur da, bu yalnız metakognitiv bacarıq. Deməli, metakognitiv olmayanda yanlışda da odur. Deməli, müəllimlər, başlayırıq inklüzivimizə. İnklüzivimiz də 25 ədəddir. Elə sayan müəllim, səndədir 5, burada 25-dir. Müəllimlər, neçə nəfərik? Bir bax, sayıram deyim müəllimlərimizi. Görək neçə nəfərik burada qrupda. Ya görürsünüzsə, oradan deyin. Mən də buradayam müəllimə. 8 nəfər var qrupda. Bax, Elmin müəllim. 6 nəfər daxil. 6-dır. 6 nəfərdir mənim. Hə, sualımızda 25 dənə ədəddir. 4-4 gedək onda. 4-4 oxuyaq. Hə, 4-4 oxuyun. Başda Sayal müəllim, elə sizdədir. Oxuyun müəllim. Hə, elə başda get. Başdan. Müəllim dərsin əvvəlində şagirdin mövcud biliklərini müəyyənləşdirmək və şagirdlər haqqında məlumat əldə etmək üçün diaqnostik qiymətləndirmə keçirir. Bu qiymətləndirmə nəticəsində əsasən müəllim dərsdə fərqli fəaliyyətlər və tapşırıqlar hazırlayır. Verilmiş stansiyada müəllimin fəaliyyəti barədə hansı fikir doğrudur? Digər müəllimlər səsi bağlayın, zəhmət olmasa, sıxışıltı gəlir, eşidilmir. Hə. Müəllim dərsdə bərabərliyi təmin etmək üçün bütün şagirdlərə eyni tapşırıq hazırlamalı idi. Bu yanlışdır da, müxtəlif tapşırıq olmalıdır. Müxtəlif sözüdür, bəli. İnklüzivlikdə müxtəlifdir, A getdi. Müəllim fəaliyyətində bu yanaşmanı sərgiləməkdə şagirdlərdə metakognitiv bacarıqların inkişafını təmin edir. Bu da ona aid deyildir. Burada inklüzivliyi təmin etməlidir. Bəli, metakognitivi deyil, inklüzivliyi. Müəllim situasiyada göstərdiyi yanaşma sinifdə dəstəkləyici mühitin yaranmasına təsir edəcək. Budur da, dəstəkləyici mühit elə inklüzivlik kimi bir şeydir. Düzdür, bəli. Dəstəkləyici ilə mühit, dəstək olduqsa şagirdə inklüzivliyi təmin etmiş olduq. 2. Müəllim inklüziv mühit qurması ilə bağlı hansı fikir doğrudur? Müəllim diaqnostik qiymətləndirmə nəticəsinə əsasən şagirdləri intellektlərinə uyğun qruplara ayırır və il ərzində qrup işindən istifadə edən zaman vaxt itirməmək üçün onları sabit saxlar. Bu yanlışdır da, sabit saxlamaq yanlışdır. Sabit saxlamaq yanlışdır, bəli. Müəllim ilin əvvəlində dərs cədvəlinin tez-tez dəyişdiyini nəzərə alaraq hər gün növbəti gün cədvəlini şagirdlərə şifahi bildirməklə bərabər və lövhədə asır. Budur da elə bir şey deyir. Həm də lövhədən asır. İnklüzivliyi qoruyur. Bəli, inklüzivlikdir ki, yəni uşaqlar müxtəlif cür başa düşür də. Uşaqların yaddaşından çıxmasın deyib, yazılı şəkildə də onlara uyğun lövhədən asır. 3 oxu. İnklüziv təhsilə aid olan doğru fikri müəyyənləşdirin. İnklüziya dedikdə sağlamlıq imkanları məhdud olan şagirdlərin məktəbdə xüsusi siniflərdə təhsil alması nəzərdə tutulur. Bu yanlışdır da, elə bil adi uşaqlarla bir yerdə təhsil ala bilər. Düzdür, bəli, yanlışdır. İnklüziya eyni sinif daxilində fərqli şagirdlərdə eyni cür yanaşaraq bərabərliyi təmin olunmasıdır. Eyni cür olmaz da, müxtəlif olmalıdır. Müxtəlif, hamı eyni deyil. İnklüziya
şagirdlərə keçirilən mövzuların müxtəlifliyini təmin etmək və şagirdlərin fiziki çətinliklərinin nəzərə alınmasıdır. Budur. Bax, deyir ki, doğru fikri müəyyən edin burada, düzdür. Deyir ki, inkluziya şagirdlərin keçirilən mövzunun müxtəlifliyini təmin etmək və şagirdin fiziki çətinliklərinin nəzərə alınmasıdır. Təkcə fiziki cəhətlərdir, onların zehni cəhətləri də. Hə, deyini də oxu indi. İnkluziya bütün şagirdlərə bərabər imkanları təmin etmək və tədrisi təşkil etməkdir. Bax, cavab düzdür. Ay, sağ ol. Bax, burada deyirsən, müxtəlifliyi təmin edirik. Deyir, inkluziya şagirdlərə keçirilən mövzuların müxtəlifliyini təmin etmək və şagirdlərin fiziki çətinliklərini Fiziki yox axın, biz burada zehni, idraki çətinlikləri də nəzərə alırıq, öyrənmə tərzləridir. Ay, sağ ol, müxtəlifliyinə. Bax, ona görə diqqətli oxuyun hamısını oxuyanda. 4-ə baxırıq. Şagirdlərdən bir neçəsi dərsdə verilmiş tapşırıqları icra etməkdə çətinlik çəkir. Cəhd etsələr də alınmır. Bu zaman digər şagirdlərin tapşırıqla daha tez həll edib növbəti çalışmalara keçmədiklərini görürlər və daha da məyus olurlar. Diqqətini tapşırığa cəmləyə bilmirlər. İnklüzivliyi təmin etmək üçün müəllimin fəaliyyəti ilə bağlı uyğunluğu müəyyən edin. Doğru yanaşma, yanlış yanaşma. Müəllim həmin şagirdləri nəzərə alıb sinifdə tapşırıqları etmək üçün daha çox vaxt verməsi məqsədə uyğundur. Bu yanlış yanaşmadır da. Bəli, yanlış yanaşmadır, düzdür. Bu getdi 2-yə. B-yə bax. 2. Müəllim akademik cəhətdən zəif şagirdləri bir qrupa, nisbətən güclülərsə başqa bir qrupa daxil etməklə problemi həll edir. Bu da yanlışdır da. Düzdür, bu da getdi. Elə bir ki, yanlışa 2-yə. Hə. Tapşırıqlar vaxtında çatdırılsın deyə müəllimin sinif tapşırıqlarını lövhədə həll etməli və həmin şagirdlərin lövhədən köçürməsidir. Bu da yanlışdır. Bu da yanlışdır. Deməli, bu da 2-yə getdi. Müəllim şagirdlərə fərqli çətinlik səviyyələrinə misallar və onların icrası üçün yetərli vaxt verməsi məqsədə uyğundur. Bu düzdür, deyil. Bir D-yə gedir. Müəllim şagirdlərin çətinlik çəkdikləri tapşırıqlar və mövzularla bağlı əlavə dərs saatı müəyyənləşdirib problemi aradan qaldıra bilər. Bir də E-yə gedir. Deməli, A bəndinə baxırıq. Doğru yanaşmalar D ilə E-dədir. Yanlış yanaşmalar isə 2-də A, B, C-də. İndi başlayır. Deməli, Günay müəllim, buyur oxu. 5-dən oxuyursan 8-ə kimi. Sinifdə şagirdlərin çox uzun hesablamaları tez zamanda icra edilir. Müəllim şagirdlərin bu istedadına görə onu digərlərindən fərqləndirir. Ona daha çətin, maraqlı misal və məsələlər verir. Digər şagirdlər həmin yoldaşları kimi diqqət mərkəzində olmaq istəyir, lakin onun kimi olmayacaqlarını düşünürlər. Nəticədə sinifdə gərgin mühit yaranır. Verilmiş situasiya ilə bağlı doğru fikri müəyyən edin. Müəllim riyazi bacarıqları yüksək olan şagirdlərlə bərabər digər şagirdlərə də səviyyələrinə uyğun maraqlı tapşırıqlar verməsi lazımdır. Budur. Ay, sağ ol. Elə budur. Yəni, o bir uşaqlarda gərgin mühit yaranması üçün onlara uyğun səviyyədə verməlidir ki, maraqlı. Hər kəs dərsdə iştirak edə bilsin də. Birinə üstün olana fərqli davranmaq düzgün deyil. A bəndi inklüziyaya görə. 6-ya baxırıq. Uyğunluq pozulmuşdur. İnkluziyanın təmin edildiyi təlim mühiti hər bir şagirdin tələbini və potensialını nəzərə alır. Bu doğru yazılır. Bu doğrudur. Bəli, doğru yazılır. İnkluziya müxtəlif şagirdlərin özünə məxsusluğunun qəbul edildiyi hər bir şagirdə eyni təhsil imkanlarının yaratdığı mühitdir. Doğrudur, yanlış yazıb bunu götürürük. Bəli, 2-ni götürürük. İnklüziv mühit şagirdlərin öyrənmə prosesində qarşılaşdıqları çətinlikləri nəzərə alıb hər birinə eyni üsul. Bu yanlışdır, yanlış yazıb. İnkluziya sağlamlıq imkanları məhdud şəxslərin xüsusi proqramlar əsasında ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflərdə tədrisə cəlb edilməsidir. Bu yanlış, doğru yazıb, hə?
Hə, bu yanlışdır. Niyə? Xüsusi siniflər deyil axı, ümumi olaraq bir sinifə cəlb edilməkdir. Bəli, o uşaqlar da aid edilmə deməkdir axı. Bərabər imkan Ay, sağ ol. yaratmaqdır. Həm də ki, aid olma deməkdir. Deməli, cavabımız 2. Uyğunsuzluq 2-4-dədir. Bəli. 7-ni də oxu, 8-i də. Müəllim sinifdə qrup işini təşkil edir. Sinifdə müxtəlif xüsusiyyətlərə malik olan şagirdlər var. Digər şagirdlər onlara qarşı dözümlülük göstərmir. Fikirlərini qəbul etmək istəmirlər. Belə situasiyada müəllim hansı strategiyası səmərəli deyil? Müəllimin hansı strategiyası səmərəli deyil? Müəllim şagirdlərə hər kəsin özünə məxsus güclü tərəfləri və çətinlikləri olduğunu anlamağa yardım etmək üçün müzakirə təşkil edir. Bu doğrudur. Səmərəlidir. Bəli, səmərəli yaz. Qrupdakı ayrı seçkiliyin qarşısını almaq üçün öncədən müəyyən edilmiş qaydalara əməl etməməyə görə şagirdlərcə bu yanlışdır, cəzalandırılmır. Götürürük. Elə səmərələsiz olan budur. 2-ni götürdük. Şagirdlərlə sinif iclası təşkil edərkən başqalarının hiss və düşüncələrini anlamağın, fərqli fikirlərə dözümlülük nümayiş etdirməyin şəxslər arası münasibətlərdə əhəmiyyətini vurğulayır. Bu doğrudur. Bu da səmərəlidir. 4-ə baxırıq. Müəllim valideyn icrası təşkil edib onlara övladların belə davranışlarına ciddi nəzarət etməyə xidmət edir. Bu götürülür. Bu yanlışdır, çünki ümumi demək olmaz. Müəllim şagirdlər arasında bu cür hadisələrin qarşısını almaq üçün onlara ayrı-ayrı qruplarda bu da yanlışdır. Bu A variantı 2, 4, 5. Bəli, 8-i də oxuyun, Günay müəllim. Aha. Valideyn iclası zamanı valideynlərdən biri övladı ilə birlikdə sinifdə autizm spektr pozuntusu olan şagirdin oxuması ilə bağlı narazılığını bildirir. Valideyn iddia edir ki, bu şagirdə görə sinifdəki hər kəs öyrənmədən geridə qalacaq və imtahanda aşağı nəticə göstərəcək. Bu situasiyada müəllimin atdığı addım doğru olmaz. Hansı addım doğru olmaz? Müəllim həmin valideynə şagirdlərin təhsil hüququ ilə bağlı hüquqi normativ sənədlərini təqdim edərək bu yanaşmanın hüquqi baxımdan doğru olmadığını bildirə bilər. Bu doğrudur. Aysa, bu doğrudur. Müəllim sinifin valideynlərinə emosional zəkalılıqla bağlı seminarlar verir və inkluziv icma üçün sosial məlumat olan vacibliyini çatdıra bilər. Bu da doğrudur. Müəllim ASPT olan şagirdin valideyni ilə görüşərək ona digər valideynlərin narahatlığını çatdırıb övladını inkluziv mühit olan başqa məktəbə keçirməsini təklif edə bilər, bu edə bilməz. Bəli, yanlış olan budur. Artıq inklüziyyadırsa birlikdə təhsil almalıdır. Sadəcə uşaqların arasında düzgün formada müəllim əməkdaşlığı, ünsiyyəti formalaşdırılmalıdır ki, uşaqların arasında problem olmasın. Elmina müəllim 9-dan 12 daxil olmaqla oxuyun. Uyğunluğu müəyyən edin. İnkluziv uyğunluğu. İnkluziv yanaşmaya əsasən insanın dəyəri onun nailiyyət və qabiliyyətindən asılı deyil. Bəli. Dəyəri asılı deyil. Bəli də, asılı deyil. Biz insanları onun özünə görə dəyər verməliyik, çox istəməliyik. Nailiyyətinə, qabiliyyətinə görə deyil. Bu düzdür, bəli. İnkluziv təhsilin tətbiq olunduğu siniflərdə şagirdlərin özünə inamı yüksək olur. Bəli, bu doğrudur. Özünə inamları yüksək olur. Elə uyğunluqlar 1 və 2-ni götürə bilərik. Hə, deməli ikisi də uyğunluq. Müəllim hansı fəaliyyəti inklüziyanı təmin etməyə xidmət edir? Müəllim dərsin məzmununu şagirdlərə təqdim edərkən onların öyrənmə tərzlərini nəzərə alır. Bu düzdür. Elə bu düzdür də, bəli. Nəzərə alırsa, bu inklüziyadır. 11. Elə bəndindən tapdıq. Verilən situasiyalardan hansı inklüziyanın təmin edilməsinə nümunə ola bilməz?
Hə. Müəllim təlim prosesində şagirdlərin iştirakını artırmaq üçün fərqli təlim metodları və interaktiv texnologiyalardan istifadə edir. Bu düzdür da, Bəli, bu bu düzdür. müxtəliflikdən istifadə edir. Ola bilməyən. Müəllim sinifdəki istedadlı şagirdlərin tələblərini qarşılamaq üçün onlara ayrıca tapşırıqlar verir. Şagird istəyirsə verə bilər də ki, məsələn, ayrıca verə bilər. Düzdür. Qarşılamaq üçün bəli. Müəllim dərs zamanı qrup içi formasında istifadə edir və qrupları şagirdlərin təlim nailiyyətinə görə fərqləndirir. Bəli. Fərqləndirir nailiyyətlərinə. Müəllim, bu Yanlış. bu da düzdür. Yox, bax bir dəqiqə. Deyir ki, müəllim dərs zamanı qrup işi formasından istifadə edir. Qrupları şagirdlərin təlim nailiyyətinə görə fərqli. Məsələn, yaxşı oxuyanları bir qrup, yaxşı oxumayan, zəif olanlar da bir qrupa. Homogen qrupdur. Biz dedik hansı qrupumuz düzdür? Heterogen. Həm yaxşı, həm zəif oxuyanları birlikdə yığırıq. Amma burada fərqləndirirsə başqa-başqa. Bu yanlış. Burada belə anladım ki, elə bir qrup işi zamanı tapşırıqları eləyirlər. Eləyəndən sonra elə bir tapşırıqlarının Yox, qrupları şagirdlərin deyir təlim nailiyyətlərinə görə fərqləndirir. Qrupları fərqləndirir. Məsələn, burada zəif oxuyanları, yaxşı oxuyanları da ayrı-ayrıqda yığmaq, fərqləndirmək düz deyil. Ümumi qrupa yığmalıdır onları. Qaçırma. Hə, bax yanlış olan şeydir. Sualı elə formada qoyurlar ki, sən onu gərək düşünürsən formada ki, yəni düşünəsən. Hə, uyğunsuzluğu uyğunsuzluğu müəyyən edir. Dərs materiallarının seçimində resursların müxtəlif çətinlik səviyyəsində olmasını təmin etmək şagirdlərin zehni inkişafına təsir edir. Mənim burada müxtəlif deyirsə bu doğrudur da. Bax, görsən nə deyir? Bircə dəqiqə diqqətlə oxuyaq. Deyir, dərs materialının seçimində resursların müxtəlif çətinlik səviyyəsində olmasını təmin etmək şagirdlərin zehni inkişafına təsir edir. Zehni inkişafına təsir etmir, onların fəaliyyətinə təsir edir bu. Onda səhv elə bu. Uyğunsuzluğun biri budur. Bunu götürdük. Sonra ikiyə bax. Şagirdlərin hər birinin fərqli öyrənmə tərzi və qavrama səviyyəsinə malik olduğunu bildiyindən planlaşmasına müxtəlif tapşırıqlar daxil edir. Bu doğrudur, bunu götürmürük. Hə, müəllim şagirdlərin burada bircə dəqiqə müəllimlərdir da zehni inkişafına təsir etmək. Bircə dəqiqə mən çaşdım. Zehni inkişafla fəaliyyət eynidir də, bunun səviyyələrini götürürük biz. Burada niyə ki, Ona görə mən də çaşbaş qaldı. Başım getdi. Həm fəaliyyətdir, həm də zehni inkişafdır da, bu doğrudur. Bu doğru gedir. Bunu götürənmərik. İki də doğrudur. Çünki müxtəlif bir çətinlik səviyyəsində. Müxtəlif varsa düzdür. Eyni desəydi, Bəzən başım bugünlərim biraz çaşıbdır. Səhər-səhər biraz qatışdırmışam başımda hər şeyi. Fikrə gedirəm, başım gedir zehni inkişafla. Hə, 12-də deməli bir də yanlışdır, yəni ki uyğundur da. Onları bizə uyğunsuzluq lazımdır. Yəni 2 də uyğundur, 3 ilə 4-ə baxırıq. Dərs zamanı şagirdin prosesə cəlb olunması öyrənməyə təsir edən vacib amildir və inklüziv təlim mühitinin qurulmasında əhəmiyyətli hesab edilir. Bu düzdür, amma yanlış yazılır. Bəli, yanlış olduğuna görə uyğunsuzluqdur, bunu götürürük. Müəllim və şagirdlər arasında münasibətlərin effektiv qurulması şagirdlərin təlim prosesində iştirak səviyyəsini artırır. Bu da düzdür, yanlış yazılır. 3-4. Sağ ol, Ceybəndi. Deməli, 13-dən başlayırıq. Vəfa müəllim, 13, 14, 15, 16 oxuyun. 16-nı da daxil olmaqla. Deməli, müəllim, fiziki imkanları məhdud şagird dərs zamanı hərəkəti məhdudlaşdırdığı üçün digər şagirdlərlə edilən fəaliyyətdə tam şəkildə iştirak edə bilmədiyinə görə məyus olur.
Bu situasiya müəllimin atacağı ən doğru addım nə olar? Şagirdin daha da məyus olmaması üçün müvəqqəti olaraq fəaliyyətin kənarlaşdırmaq olmaz müəllim. Düzdür. Şagirdin daha yaxşı iştirakını təmin etmək üçün məkanda və ya infrastrukturda dəyişiklik etmək bu doğrudur da müəllimə. Ay, sağ ol. Deməli, daha yaxşı iştirak üçün məkanda və instruktorda dəyişiklik etmək B bəndi cavab. 14-ə baxırıq. Universal öyrənmə dizayn prinsipləri ilə nümunələr arasında uyğunluğu müəyyən edin. Cəlb etmə, təqdimat, bir də fəaliyyət. Deməli, burada müəllimə cəlb etməyə şagird tapşırıqları müxtəlif formalarda təqdim etmək imkanına malik olurlar. Bu nə olar? Deməli, bu Hə. Nə ola bilər? Bax, şagird demişəm. Bircə dəqiqə, bunu yaxşı yadınızda saxlayın. Şagird təqdim edirsə, fəaliyyətdir. Müəllim təqdim edirsə, təqdimatdır dərsi. Şagirdlərə uyğun təqdim edirsə, müəllim. Hə. Aha. Hə, oxu. Sonra müəllim müxtəlif öyrənmə tərzinə sahib şagirdlərə lazım olan materiallarla təmin edir. Bu artıq müəllimə gedəcək təqdimat da, yəni müəllim edir də bu. Təqdim edirsə, təqdimat düzdür. Deməli, 3 bura, 2 də bura. Müəllimdəki o bir şey, birinci variant. Emosional olaraq informasiyanı qəbul etməyə hazır olduğunu ifadə edir. Deməli, baxırıq E bəndinə 14-də cavabımız 1C, 2B, 3A. Hə, sonra 15 oxu. Müəllimin yanlışı yol verdiyi situasiyanı müəyyənləşdirin. Deməli, müəllimin yanlışı. Müəllim dərsdə fəaliyyətlər arası keçidləri təşkil edərkən şagirdlərin müxtəlifliyi nəzərə alır. Bu doğrudur, müəllim yanlış deyil. Müəllim mövzunu daha dərindən öyrənilməsi və dərsdə hər bir şagirdin iştirakının təmin edilməsi üçün müvafiq mövzuda esse yazdırır. Yəni bütün hamısından müəllimə bir esse yazdırırsa bu nədir? Yanlışa yol verir. Daha dərin. Amma biz bayaq nə dedik? İnklüzivdə şagirdin fəaliyyəti, onlara uyğun edirik dərsimizi. Həm təqdim edirik, həm də onlar da öz öyrənmələrinə gözəl fəaliyyətini göstərir. Şagirdin təqdim etməsi fəaliyyət müəllim. Deməli, yanlışa yol verdiyi B bəndidir. Müəllimin hansı fəaliyyəti sinifdə pozitiv və inklüziv mühit yaratmağa xidmət etmir? Müəllim yaxınlaşan bayramla əlaqədar şagirdlər üçün maraqlı ola biləcək tədbir planlaşdırır və şagirdlərdən oynayacaqları rolları təqdim edir. Pozitiv. Burada bu yəni əvvəlcədən rolları təqdim edir. Maraqlı. Digərlərində oxuyun müəllim. Məktəbdə multipluralizm haqqında maarifləndirici tədbir təşkil edilir və şagirdə maraqlı gələn adət-ənənələr bu təqdimata icazə verilir. Deməli, müəllim dərs dinlərində valideynlər əlaqə saxlayıb şagirdlər müxtəlif ehtiyaclarını daxili məlumat toplayır. Bu doğrudur. Müəllim şagirdləri sinif icrasına aid olma hissini formalaşdırmaq üçün onları tədrisin təşkili ilə bağlı təkliflərini dəyərləndirir. Bu da doğrudur. Müəllim formativ qiymətləndirmə apararkən şagird xüsusiyyətlərini nəzərə alaraq rəy verir. Formativdə hər gün. Bu da doğrudur. Mən burada A və B arasında baxın, A bəndində nə deyir? Deyir ki, müəllim yaxınlaşan bayramla əlaqədar şagirdlər üçün maraqlı ola biləcək tədbiri planlayır və şagirdlərə oynayacaqları rolları təqdim edir. Baxın, müəllimlər, inklüzivlikdə digər difersional yanaşma olsun, interaktiv təlim olsun. Burada demişik ki, neynəməlidir müəllim? Müəllim şagirdlə bərabər planlamalıdır. Müəllim təkcə etməli deyil. Müəllim şagird əməkdaşlığı olmalıdır ki, birlikdə plan hazırlayırlar, birlikdə də rollarını belə deyək də seçirlər. Şagirdlərin də burada şagird yönümlü daxil kurikulum. Bəli, bunu müəllim özü edirsə, bu deməli sinifdə inklüziv mühit pozitivdə ola bilməz. Birlikdə anlaşdırmalıdır. B-də deyir ki, məktəb multipluralizm haqqında maarifləndirici
tədbir təşkil edir və şagirdlərə maraqlı gələn adət-ənənələrlə bağlı təqdimatlar etməyə icazə verir. Amma burada nə etməlidir? Bəli. Bu yanlış fikirdir. Deməli yanlış deyil də. Bu onlar icazə verilir ki, onlar öz adət-ənənələri ilə bağlı təqdimatlar versin. Digərində müəllim təhcih etdiyinə görə doğru fikir alınmır. 17 deməli kimə Dilbər müəllim oxuyursan. 17, 18, 19, 20. Hə. İnklüziv təhsilin əsas hədəfi nədir? Şagirdləri qabiliyyət və potensiallarına görə fərqləndirmək və tədrisi buna görə formalaşdırmaq. Bu yanlışdır müəllim. Bircə dəqiqə Öyrənmə çətinliyi olan şagirdlərin daha... Bircə dəqiqə Sədaqət müəllim oxudun sən? Xeyr, müəllim. Oxumamsan, bir də Səriyəz müəllim oxumayıb. Onda üçün sən oxu, üçün Sədaqət müəllim, üçün də Səriyəz müəllim. Üçünüz qalmısınız. Üçün oldu. Hə. Yanlış oldu da müəllimə. Öyrənmə çətinliyi olan şagirdləri daha yüksək təhsil üçün təlimatlandırmaq, bu da yanlışdır. Şagirdləri özləri dəyərləri hiss etdikləri, hörmət olunduqları və dəstəkləndikləri təlim mühiti yaratmaq, budur da müəllim. Hə, deməli cavabımız nə oldu? 17-də C bəndi. C bəndi. Düzdür. 18. 18. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğru, yanlış. İnklüziv təhsilin təşkili fasiləsiz prosesdir və məktəblərin bütün şagirdlər üçün faydalı olmasına yönəlir. Fasiləsizdir. Mən bu yanlışdır. Deyir, uyğunluğu müəyyən edir. Niyə yanlışdır? Bax, deyir, inklüziv təhsilin təşkili fasilə verə bilərlər təhsildə. Fasiləsizdir də, faydalı olmasına yönəlibdir. Bəli, fasiləsizdir, düzgündür. Bəli, biri götdük. İnklüziv təhsil sağlamlıq imkanları məhdud və müxtəlif qabiliyyətlərə malik şəxslərin təhsili müəyyən mərhələsinədək tədrisə cəlb edilməsi nəzərdə tutulur. Müəyyən mərhələ deyil də. Sağ ol. Həmişədir. Bəli. İnklüziv təhsil sağlamlıq imkanları məhdud şəxslərin məktəblərin daxilindəki xüsusi bölmələrdə təhsil almasına nəzərdə tutulur. Xüsusi bölmə olmur da yəni. Ümumi olur, bəli. Deməli, cavabda da yanlışda da elə 3-dür. Cavabımız 1-3 C bəndi. Ay sağ ol. 19-u oxu. İnklüziv təhsilin həyata keçirilməsi ilə bağlı müəllimin yanlış fəaliyyəti hansıdır? Müəllim sinifdə şagirdlərin əməkdaşlığına yönəlik fəaliyyətlərə üstünlük verir. Bu doğrudur. Bəli, əməkdaşlıq varsa inklüziyadır, düzdür. Bəli. Müəllim şagirdlərin müxtəlif tipli və fərqli perspektivləri əhatə edən resurslarla təmin edir. Bu da doğrudur. Düzdür. C-yə baxırıq. Müəllim bir dərs ərzinə mövzu ilə bağlı həm aşağı, həm də yuxarı təfəkkür səviyyəsinə uyğun suallar hazırlayır. Bu da doğrudur. Bəli, düzdür. Şagirdlərin dərs müddətində necə davranmalı olduqları ilə bağlı gözləntiləri əvvəlcədən onların nəzərinə çatdırır. Bölmənin qiymətləndirilməsi təşkil edən zaman şagirdlərin əsasən emosional sabitliyi dəyərləndirir. Mən bu E bəndidir də. Aysa, gözlənti əvvəlcədən əlbəttə ki, çatdırmalıyıq. Yanlış olan E bəndidir, düzdür. Oxu, Sədaqət müəllim. 20, 21, 20-dən başlayır. Hə, 20, 21, 22. İnklüziv sinifdə müəllimə rolu nədən ibarətdir? Demək, diqqətini sinifdəki yüksək nailiyyətli istedadlı şagirdlərə cəlb etmək, təkcə yüksək nailiyyətli olmaz. Ay, sağ ol. Qabiliyyətindən asılı olmayaraq bütün şagirdlərə eyni tapşırıq, eyni olmaz, müxtəlif tapşırıq verməlidir. Düzdür. Əsas fəaliyyəti şagirdlərin summativdə toplayacaqları nəticəyə yönəltməkdir. Bu da olmazaq əsas fəaliyyəti. Düzdür. Şagirdlərin müxtəlif təlim ehtiyaclarına əsasən fərqli təlimatlar vermək. Budur da elə müxtəlif. Müxtəlifdirsə, təlim ehtiyaclarını nəzərə alınırsa, deməli bundan ibarətdir olub. 21-ə bax. Müəllim şagirdlərdə oxuyub anlama bacarıqlarını formalaşdırmağı planlaşdırır. Müəllimin dərs zamanı hansı fəaliyyəti onun məqsədinə xidmət etməz. Müəllim cəlb etmək yollarından biri
şagirdlərə oxunacaq hekayəni şəklində göstərib, hekayənin nə haqqında olacağını soruşur. Bu doğrudur. Ay, sağ ol, düzdür. Oxunacaq mətnlə bağlı bunun taksonomiyasını müxtəlif mərhələlərinə uyğunlaşmalar hazırlayır. Bu da düzdür. Müxtəlif Bəli, müxtəlif mərhələlərə. mərhələdir, düzdür. Müstəqil oxuyucu kitab seçimində şagirdləri sinifin oxu gülçəsinə yönəldir. Bəli də, uşaqlar seçəcəkdir, seçim edəcəkdir buradakı oxu gülşəsindən. Dərs ərzində istifadə edəcəyi üsullardan biri kimi form-oxu strategiyasından istifadə edir. Hə, Üsullar var da, nitmətli metasindən istifadə edir rahat. düzdür, bu da düzdür. Sonra nə Mətni yapalım? hissələri bilərək şagirdlərə növbəli şəkildə oxumağı tapmır. Səhvlər etdikcə onları düzəldir. Burada özü düzəldir və qoymur şagirdlər özü səhvini düzəldir. Bəli, deməli özü düzəldirsə yanlışdır. Neçəsini oxudun? 22-sini, bunu da oxu, 22-ni. Sonra deyir, inklüziv təhsilə bağlı cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Tədrisin effektiv təşkili üçün müəllim prosesi niyə öyrənirik, necə öyrənirik, necə öyrənərik sualları ətrafında təşkil edir. Bu doğrudur da. Bu doğrudur, düzdür. Amma uyğunsuzluğu istəyir də, bu uyğundur. Bizdən uyğunsuzluğu istəyir. Biz uyğunsuzluğu burada tapacağıq. Sonra inklüzivliyi təmin etməyin səmərəli yollarından biri şagirdlər arasında əməkdaşlığı təşviq edən tapşırıq və fəaliyyətlərdən istifadə edir. Bu da doğrudur. Bəli, bu da doğrudur, bu da getdi. Onu götürür. Sonra qrup üsulunu təşkil edən zaman şagirdlərin istəklərini nəzərə almaq yerinə ədalətli bölgə etmək daha düzgün yanaşmadır. Bax, bu doğru fikirdir, yanlışın altında. Belə uyğundur bu. Bir də ki, 4-ü də oxu elə. İnklüziv təlim mühitində qiymətləndirmənin rəqabətə səbəb olmasına imkan vermək arzu olunmaz haldır. Bu da doğrudur, rəqabət olunmalıdır. Düzdür. Cavabımız nə oldu? 3 və 4. Səriyyəz müəllim, oxu 23, 24, 25. İnklüziv təhsilin şagirdlər üçün faydalılığına aid deyil. A variantı, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla onlar üçün dəstəkləyici mühitin formalaşdırması nəzərdə tutulur. Bu düzdür müəllim. Aysa, bu getdi. Tədris prosesində hər kəsin iştirakının vacibliyi nəzərə almaqla bərabər imkanlar yaratmağa ehtiva edir. Bu düzdür müəllim. Düzdür. Hər kəs dəyərli olduğunu hiss etdirməklə onlara cəmiyyətə aid olma duyğusunu aşılayır. Bu da düzdür. Cəmiyyətə aiddir. Tədrisdə təlim ehtiyaclarını nəzərə almaqla hər kəsin təhsilindən yararlanması təmin edir. Bu da düzdür müəllim. Hə, bəndinə bax. Şagirdləri əsasən fərdi fəaliyyətə təşviq etməklə onlara cəmiyyətdə müstəqil yaşamağını inkişaf etməyə yönəldir. Əsasən fərdi. İnkişafına. Deyir, fərdi fəaliyyətə, onların cəmiyyətdə müstəqil yaşamağa, inkişafına etməyə yönəldir də. Fərdi fəaliyyətə təşviq edir, yoxsa birlikdə? Birlikdə mən. Ay, sağ ol. Deməli, fərdi fəaliyyət yazdığına görə bu aid deyil. 24-ə baxırıq. Verilmiş cavablardan hansı inklüziv qiymətləndirmə ilə bağlı yanlışdır? Müəllim öyrənmənin dəyərləndirməsi və şagirdlərin inkişafı üçün özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi rubriklərdə istifadə edir. Bu düzdür müəllim. Bəli, düzdür. Bölmə sonunda müəllim KSK keçirərkən qiymətləndirmənin yazılı tapşırıqlar, təqdimatlı layihələr, əl işləri üsullarından istifadə etməyə təşkil edir. Bu düzdür müəllim. Bəli, uşaqların fəaliyyətinə uyğun seçirsə düzdür. Bəli, C. Qiymətləndirmə zamanı müxtəlif ehtiyacları olan şagirdlərə dəstək olmaq üçün daha uzun vaxt vermək, köməkçi texnologiyaya saatləşdirilmiş dil və alternativ yollarda istifadə edir. Bu düzdür müəllim. Bu da düzdür, bəli. D. Şagirdlərə anlayışları nümayiş etdirmək üçün şifahi cavablar, multimedia təqdimatları və praktiki nümayişlər kimi alternativ istifadə edir. Bu da bu düzdür müəllim. Bəli, də neçə cür edir, bəli. Müəllim şagirdlərin savadlıq kompetensiyanı inkişaf etdirmək üçün bölmə ərzində onların müxtəlifliyini nəzərə almağa yazılı tapşırıqları verir. Bəli, burada şey yoxdur müəllimlər.
belə deyək də, savadlılıq kompetensiyası. Əsas uşaqların nə idi bizim üçün? Onların özləri üçün yer tapması, bir-biri ilə əməkdaşlıq etməsi, ünsiyyət qurmasıdır, birlikdə çalışmasıdır. Yəni ki, gələcəkdə özləri üçün bir yer tapsınlar da. Elə uşaqlar ən çox özünə qapanan olur axı. Ona görə də inklüzivlikdə, yəni ki, savadlılığı inkişaf etdirmək bir o qədər də önəmli deyil. Əsas onlara özlərinə yer tapması üçün dəstək olmağımız, bərabər imkanlar tanımağımızdır. Oxuyursan 25-ci sonuncu sualımızı. Qrup işi zamanı öyrənmə çətinliyi olan şagird tapşırıqların təlimatını anlamaqda çətinlik çəkir. Bu situasiyada müəllimin atacağı ən doğru addım nə olar? Təlimatı yerinə yetirmədiyinə görə hansısa formal cəza vermək, belə olduğu təqdirdə şagird gələn dəfə daha diqqətli olacaq. Bu səhvdir müəllim. Cəza sözü bəli, səhvdir, düzdür. Həmin şagirdi qrupdan ayırıb fərdi işə cəlb etmək, çünki bu formada davam etsə, ümumi qrupun fəaliyyəti ləngiyəcək. Bu səhvdir müəllim, bu da. Bəli, bu da. Qrupdan ayırmaq var. Təlimatı idarə edilə bilən daha kiçik hissələr ayırmaq və fərdi dəstək vermək, bu halda şagird təlimat daha yaxşı anlaya bilər. Bu düzdür müəllim. Ay sağ ol, C bəndi, doğru fikirdir, düzdür. İndi müəllimlər bir dənə neçəni işləyək. Sınaq 4-ümüzü biz işləmişdik. Gəlin sınaq 5-imizi də işləyək. 20 dənə testdir. Ondan sonra gələn dərsimizdə deyəcəm hansı mövzuları təkrarlayacağıq. İnteraktiv təlimi gələn, elə qoy buradan deyim, bundan sonraki dersimiz interaktiv təlimdir. Bir də illik gündəlik planlaşdırma ilə interaktiv təlimi müəllimlər təkrarlayacağıq. Onları gələn dərsimizdə işləyəcəyik. Bircə dəqiqə, mən sınaq 5-i açım, sınaq 5-i işləyək. Sınaq 5-imiz hanı? Səhifəni deyə bilərsiniz müəllimlər, əlinizin altdadırsa. 179. 179, hə. Onda biraz tez gedim. Deməli, başlayırıq. Elə Günay müəllim, siz başlayın. Elə bil ki, 6 nəfərik. Burada da testimiz 20 ədəddir, 25 deyil. 3 oxuyaq da. 3 oxuyanda 6 nəfərdən bircə dəqiqə. 3 oxuyun, axıra qalanda eyb yox, 2 nəfər 4 oxuyaq. Bəli. Kimsə oxusun, bundan sonra mən oxuyum. Eyb yoxdur, Sayal müəllim, başla. Verilənlərdən biri effektiv rəy deyil. Afərin, mətndəki əsas fikri nəzərə çatdırmaq məqsədi ilə suallar tərtib etməyin yaxşıdır. Bu mətnin ideyasını müəyyən etməyində də yardım edəcək. Bu düzdür də, ona məqsəd verir. Düzdür. Baxın, rəylərə fikir verin. Bu il rəylərdən çox düşübdür. Oxuyun. Əhsən, yazdığım məqalə bir neçə meyara tam cavab verir. Rəqəmlə yazılan sayıların yazılışında səhvlərin çoxdur. Baxın, səhvlərin çoxdur. Burada da əhsən deyir həm. Effektiv rəy deyir. Həm də deyir ki, səhvlərin çoxdur. Deməli, uyğun olmayan... İstiqamət vermir də, demir, getməsə bir şey düzəltsin. Yardım edəcək. Bax, məsələn, birincidə deyir ki, bu mətin ideyasını müəyyən etməyində yardım edəcəkdir. Deməli, bu ona istiqamət verdi. Amma burada deyir ki, elə səhvlərin çoxdur. Deməli, elə yanlış olan variantımız B bəndidir. Doğru deyil. 2-ni oxu. Müəllimin yanlışı yol verdiyi situasiyanı müəyyənləşdirin. 1. Müəllim sinifdə şagirdlərə yerinə yetirmək üçün tapşırıq verir. Şagirdlərdən bir neçəsi başqa mövzuda tapşırıq etmək istədiklərini bildirir. Müəllim istəkləri nəzərə alaraq tapşırıqları digər mövzunun tapşırıqları ilə əvəz edir.
Hə. Bu düzdür də, istəkləri nəzərə alır uşaqlarım. Bax, bircə dəqiqə. Burada deməli istəklərin nəzərə almır. Burada müəllim nə etməlidir? Müəllim deyir sinifdəki şagirdlərə yerinə yetirmək üçün tapşırığı artıq veribdir ki, bu bugünün mövzusudur, düzdür? Sən mövzunu necə dəyişdirə bilərsən? Bunu da nəzərə almaq. Şagirdlərdən deyir bir neçəsi başqa mövzuda tapşırıq. Burada şagirdə fəaliyyəti nəsə başqa verə bilərdi ki, başqa cür fəaliyyət eləsin. Artıq amma başqa mövzuda tapşırıq verirsə, bu ona axı uyğun deyil. Həmin mövzuda tapşırığı verə bilərdi. Ancaq uşağın istəyini nəzərə alaraq fəaliyyətin dəyişə bilərdi tapşırıqda. Artıq sən həmən mövzunu dəyişirsənsə, bu doğru fikir ola bilməz. Yanlışa elə yol verdiyi budur. Elə bu götürülür də. Ay sağ ol. Sən çünki bu günlərin mövzu nə olacaqsa onu keçməlisən. Sadəcə olaraq fəaliyyətinin də dəyişiklik edə bilərsən ki, şagirdə uyğun. Məsələn, şagird onu sənə yazılı formada çatdıra bilər və yaxud da ki, şagird onu rol vasitəsilə çatdıra bilər, tətbiq edərək başqa forma seçməliydin. Mövzunu dəyişmək doğru fikir deyil, yanlışdır. Deməli, biri götdük. Sonra iki. Müəllim şagirdlərə təlimat verir ki, qarşılaşdıqları çətinlikləri, maneələri dəf etmək üçün istifadə etdikləri üsulların qeydiyyatlarını aparsınlar. Bu düzdür. Aysa, bu doğru fikirdir. Bunu götürmürük. Müəllim dərs zamanı şagirdlərə öyrənmə məqsədləri və fəaliyyətlərlə bağlı təlimatları çatdırır. Nəticədə şagirdlər onlardan nə gözləndiyini bildirir. Hə, nəticədə... Bu düzdür. Bu da nə gözləndiyini və fəaliyyəti çatdırır əvvəlcədən. Düzdür. Dördə baxırıq. Müəllim öyrənmə çətinliyi və xüsusi təlim ehtiyacı olan şagirdlərin ehtiyaclarını nəzərə alaraq əvvəlcədən hazırladığı tapşırıqları bütün sinifə təqdim edir. Bu yanlışdır da. Bütün sinifə niyə təqdim etsin ki, əvvəlcə hazırlanır? Bu elə 2. Bircə dəqiqə sayal mən. Buyur Dilbər müəllim, eşidirəm. Müəllim, görsənmir test. Bilmirəm, elə hamda elədim. Hər Mən kəs. Bircə dəqiqə çıxaq, yenidən daxil olun. Bircə dəqiqə. Görsənmir, bir daha daxil olaq. Bircə dəqiqə. Mən ekranı bağlamamış bunu eləməliydim. Bircə dəqiqə. Bağladım. Əgər görsənməsə, deyin ekran. Ekran görsənir. Bəli. Hə, görsəndi indi Dilbər müəllim. Mən də müəllimə görsəndim. Hə. Deməli 1 ilə 4-ü seçdik. Sonuncunu oxu, bir də 5 olacaq. Müəllim sinifdəki şagirdlərin rəqəmsal və informasiya savatlılığını, bacarıqlarını inkişaf etdirmək üçün onların növbə ilə elektron lövhədən istifadəsinə şərait yaradır. Bu da yanlış. Ay sağ ol. Yanlış olan budur. Sonra 3'ü də oxu, 3 demişəm. 3'ü də oxu. Verilmiş hansı rəng nümunəsi effektiv deyil? Verilmiş mətni ifadəli oxuya bilirsən. Oxuyub anlama suallarına cavab tapmaq üçün vacib məqamları qeyd etsən, problemləri həll edə bilərsən. Bu düzdür. Bəli. Sözlərin orfoqrafik yazılışında ciddi irəliləyişlərin var. Yazındakı səhvlərini orfoqrafiya lüğətindən istifadə edərək düzəldə bilərsən. Bu da düzdür. Bəli, bu da düzdür. Verilmiş mətndəki əks mənalı sözləri tapa bilmirsən. Dərsə diqqət etsəydin bu problemlə qarşılaşmazdın. Bu effektiv şey deyil. Bunu götür. Ay sağ ol. Düzdür. Verilmiş tapşırığı həll etdiyin zaman düzgün düsturdan istifadə etməyin məsələni doğru həll etməyinə kömək edir. Hə, bu da düzdür də. Bax, bu şeydir, düzdür də, rəy, effektiv Ay sağ ol, rəydir. effektivdir. Bu da getdi. Hə, 5'ə baxırıq. Suallara dəqiq cavab verməyin çox yaxşıdır. Xüsusilə gözləmə vaxtına əməl etməyin səni digər şagirdlərdən fərqləndirir. Bu effektiv rəy deyil də, fərqləndirir. Artıq onun şəxsinə görə, digər şagirdlərdən, şəxsinə görə rəy vermək doğru fikir deyil müəllimlər. Cavabımız oldu 3 və 5 C bəndi. Günay müəllim hazırsan, yoxsa digər müəllimlər oxuyun? Hə, oxuyun. Bu rəy verməkdə, yəni
müqayisə etmək olur. Bir dəfə daxil olursa müəllimə düzələr bəlkə səs Hə, çox buyur qarışır. Günay müəllim, nə dediniz? Hə, Günay müəllim, bircə dəqiqə yenidən daxil olun, sözünüzü deyin. Hə, Günay müəllim görək nə demək istəyir? İndi yaxşıdır. Hə, yaxşıdır Günay müəllim. Buyur deyin sözünüzü. Deyirəm, bu rəy vermədə kimlənsə müqayisə eləmək olmaz da. Ay sağ ol. Müqayisə etmək olmaz. Şəxsinin özünə görə təriflə. Bax deyirəm ki, çox ağıllısan deyib, dərslərini yaxşı oxuyursan. Bu da yanlış rəy vermədir. Uşağa ən çox düzgün, effektiv rəy vermədə istiqamət veririk. Bax məsəl üçün deyirəm ki, səhvlərin çoxdur. Bu da yanlışdır. Səhvin çoxdur dedim, dayandım. İstiqamət vermədim. Demirəm ki, get səhvlərini düzəlt. Məsələn, hansı məqamlarda göstərirəm ki, burada səhvlər eləmisən, bunlarını yenidən işlə. Bax, bu düzgün olardı. Amma deyirəm ki, yox, səhvin çoxdur. Saxlayıram bir qıraqda, deməli, dayandısa, bu yanlış rəydir. Bax, buna diqqətlə. Əslində, rəyi çox asandır tapmaq. Şagirdin fərdi olaraq özün tərifləyirsənsə, yanlış rəy vermədi. Sonra, istiqamət vermirsən, deyirsən, səhvin çoxdur. Bu da yanlış rəy vermədi. Amma düzgün hansı olar? Onun deməli səhvlərini düzgün vurğulayıb, effektiv rəy budur, konstruktiv rəy də deyilir buna. Düzgün vurğulayıb, səhvlərinə görə ona istiqamət göstəririk ki, səhvlərini düzəltsin. Və düzgün rəy vermə budur. Yadınızda qalsın. Rəydən çox düşür. Hə, 4-ü oxu. Müəllim mövzunu tədris edərkən şagirdləri fəal şəkildə prosesə cəlb etmədən anlayışları izah edir. Daha sonra şagirdlərə mövzu ilə bağlı tapşırıqlar verir. Lakin şagirdlər tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Şagirdlərə uğur qazana bilmədikdə bütün müvəqqəti hal olduğunu, davamlı cəhdlərlə vəziyyəti dəyişib çətinliklərin ötəsindən gəlməyə mümkünlüyünü onlara aşılamaq mümkündür. Bu doğrudur. Müəllim şagirdlərə təlim məqsədlərinə uyğun tapşırıqlar verərkən onları lazım olan əşyalarla, alətlərlə təmin edir. Bu da doğrudur yəqin. Müəllim müxtəlif fəaliyyətlər etməklə şagirdləri dərsə cəlb edə bilər ki, bu da dərsin qalan hissəsinin səmərəli təşkilinə mühüm rol oynayır. Müxtəlif fəaliyyətlər. Bax, burada nə deyir? Bir dəqiqə oxuyaq. Hə, oxu sonra. Müəllim şagirdlərin məntiqi və analitik təfəkkürünü stimullaşdırmaq üçün tapmacalar, düşünmə və mühakimə tələb edən tapşırıqlar kimi fəaliyyətlərdən istifadə edir. Bu da doğrudur. Müəllim dərsə şagirdlərdən özlərini necə hiss etdiklərini, bölüşmələrini xahiş etməklə başlayıb onları prosesə aktiv şəkildə iştirakını təmin etmək olar. Bu da doğrudur. Sevdə biraz Bax, deyir ki, sualımızı da bir də oxuyaq. Deyir, müəllim mövzunu tədris edərkən şagirdlərə fəal şəkildə prosesə cəlb etmədə anlayışları izah edir. Daha sonra şagirdlərə mövzu ilə bağlı tapşırıqlar verir. Lakin şagirdlər tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Yəni ki, çətinlik çəkirlər də. Deyir, müəllim müxtəlif fəaliyyətlər etməklə şagirdi dərsə cəlb edə bilər ki, bu da dərsin qalan hissəsinin səmərəli təşkilinə mühüm rol oynayır. Bəli, əslində olan budur, amma müəllim çətinlik çəkib də burada. Çətinliyə qarşı olan, zidd olan uyğunluq, onu eləmək C bəndidir. Hə, yəni burada izah... Sağ ol. Çətinliklərə, biri var çətinlik çəkibsə, elə də qalır. Biri də var ona zidd olaraq mən bu hərəkəti etsəm, artıq fəaliyyətimi bu formada qursam müxtəlifdir. Onda fəaliyyətim düzələr, çətinlik çəkməzlər. Amma çətinlik çəkmək yanlışdır. 4-dür, 5-ə baxırıq. 5. Müəllim qüvvə ilə bağlı mövzunu tədris etdikdən sonra şagirdlərə gündəlik bununla bağlı müşahidə aparmağı tapşırır. Şagirdlər müşahidələri əsasında əldə etdikləri nəticələri
qeydlər formasında müəllimə təqdim etməlidirlər. Müəyyən edilmiş vaxt bitdikdən sonra şagirdlər tapşırığı müəllimə təqdim edirlər. Bu zaman müəllim müəyyən edir ki, şagirdlərdən bəzilərində tapşırıqların icrası üçün lazım olan bacarıqların inkişafına ehtiyac var. Verilmiş fəaliyyətlərdən hansı bu problemin həllində effektiv olmaz? Müəllim şagirdlər arasında müşahidə və məlumat qazanmaq bacarığını artırmaq üçün cari planlaşdırmasına müvafiq dəyişikliklər edə bilər. Edə bilər. Bəli, bu doğrudur. Agil. Müəllim şagirdlərin müşahidələrinə əsasən effektiv qeyd götürmək bacarıqlarının inkişafı üçün onlara yazılı təlimatlar və nümunələr təqdim edə bilər. Bu da doğrudur. Müəllim tədris zamanı mövzu ilə bağlı müxtəlif şəkillər təqdim edərək onlar arasında fərqləri müəyyənləşdirməyi tapşıra bilər. Bu da doğrudur. Müəllim təlim prosesində şagirdlərin daha çox müşahidə apara biləcəkləri situasiyalar hazırlayıb fikirlərini qeyd etmələrinə təşviş edə bilər. Bu da doğrudur. Bəli, bu da doğrudur. Müşahidə bacarığının formalaşdırılması üçün müəllim hər dərs şagirdlərə bu bacarığa yiyələnməyin vacibliyi ilə bağlı tövsiyələr və hər dərs olmaz. Ay sağ ol. Deməli, hər dərs yanlış fikirdir. Cavabımız oldu. Deməli, E bəndi. Altını da oxuyum. Neçəyə qədər idi səndə? 4, 5, 6. Bəli. Altını da oxu. 6-ya baxırıq. Şagird təqdimat hazırlayır və müəllimdən təqdimatın dizaynı ilə bağlı yardım istəyir. Müəllim şagirdi ona yararlı ola biləcək internet resurslarına yönəldir. Eyni zamanda özünün də məlumat araşdırmaq üçün etibarlı mənbələri necə müəyyən edə biləcəyini izah edir. Müəllim bu fəaliyyətin məqsədi barədə deyilən fikirlərdən hansı doğrudur? Müəllimin bu fəaliyyətinin. Məqsəd şagirdin maraq və meyllərinin müəyyən edilməsi, bu yox. Müəllim şagirdi resursa yönəltməsi, onun metakognitiv biliyi möhkəmləndirir, bu yox. Müəllim şagirdin psixoloji xüsusiyyət, psixoloji heç nə yoxdur. Müəllim bu yanaşmasında məqsəd şagirdə müstəqil öyrənmə səriştəsini formalar. Bəli, özünə yol göstərir, özü araşdırır. Deməli, məqsəd hansı oldu? D bəndi. Yəni, məqsəd şagirdin müstəqil öyrənməsi. Oxuyur. Vəfa müəllim, buyur oxu. 7, 8, 9-u. Vəfa müəllim burada. Vəfa müəllim yoxdur yəqin. Yoxdur müəllim. Kim qalıbdı? Səyal müəllim, sən oxudun. Günay müəllim oxudu. Sədaqət müəllim. Oxu, Sədaqət müəllim. Vəfa müəllim yəqin. Elmina müəllim oxu, sonra Sədaqət müəllim oxusun. Müəllim müsadə edir ki, şagirdlərdən biri bütün ev tapşırıqlarını edir. Lakin tapşırıqlarda natamamlıq var. Sinifdə fərdi zamanı bilik və bacarıqlarının möhkəmləndirilməsi üçün edilən tapşırıqlar zamanı da şagird eyni problemlə qarşılaşır. Bu situasiyanın mümkün yaranma səbəbini və hər yolunu müəyyən edin. Adil müəllim müsadə edir ki, problemin mümkün səbəb müəllim şagirdin zehni inkişafının mərhələsini nəzərə almır. Şagird diqqəti fərqli istiqamətlərə yönəldib, tapşırığa həvəs və bağlılıq yoxdur. Müəllim şagirdə mövzunun vacib məqamları ilə bağlı qeydlər aparmağa şərait yaratmır. Şagirdin vaxtını bilsən nə eləyəsən? Problemin mümkün səbəbindən mümkün həll yolu qarşı-qarşıya qoyub cavabına baxasan. Elə, müəllim şagirdin deyir, zehni inkişafının mərhələsini nəzərə almır. Dərs zamanı istifadə olunacaq tapşırıqların aşağı təfəkkür səviyyəsinə uyğun olmasına diqqət etmək lazımdır. Müəllim, bu aşağı təfəkkür uyğun deyil. Həll yolunu, xeyr, bəli, bu yanlışdır. Şagird diqqəti fərqli istiqamətlərə yönəlib, tapşırığa həvəs və bağlılıq yoxdur. Şagirdə sual verməklə onun dərs prosesinə cəlb etmək olar.
sual verməklə olar məncə. Sual verməklə onu dərs prosesi deyir, şagirdin diqqəti fərqli istiqamətə yönəlibdir. Tapşırığı həvəsə bağlılığı yoxdur. Deməli, burada deyir ki, şagird sual verməklə onu dərs prosesinə cəlb etmək olar. Bu qalsın, digərlərini oxuyaq. Müəllim şagirdə mövzunun vacib məqamları ilə bağlı qeydlər aparmağa şərait yaratmır. Müəllim şagirdi hər hansı suallar varsa onları və ya düşüncələrini yazmağa təşviq edə bilər. Bu səhvdir müəllim, uyğunluq yoxdur məncə burada. Qeydlər aparır. Biz sualımıza uyğunun tapmalıyıq. Deyə bax. Bəli. Şagirdin vaxtı idarə edilməsi ilə bağlı bacarıqları zəif inkişaf edib. Müəllim şagirdə tapşırıqları yerinə yetirərkən özünə vaxt məhdudiyyəti qoymaqla bağlı yol göstərə bilər. Bəli, bu uyğun Niyə? Çünki burada fərdi işdir. Baxın, indi sualımızı bir də oxuyaq. Deyir, müəllim müşahidə edir ki, burada bir uşaqdan söhbət gedir. Şagirdlərdən biri bütün ev tapşırıqlarını edir. Lakin tapşırıqlarında natamamlıq var. Sinifdə fərdi iş zamanı bilik və bacarıqların möhkəmləndirilməsi üçün edilən tapşırıqlar zamanı da şagird eyni problemi qarşılaşır. Deməli, eyni qarşılaşırsa, vaxtı düzgün idarə edə bilmir də şagird. Şagird deməli, vaxtı düzgün, bircə dəqiqə müəllimlər. Deməli, şagird vaxtı düzgün idarə edilmə bacarığı zəifdirsə, bunu inkişaf etdirməliyik. Müəllim şagirdin tapşırıqlarını yerinə yetirərkən özünə vaxt məhdudiyyəti qoymaqla bağlı yol göstərə bilər. Cavabımız budur, vaxta uyğun. Digərləri vaxta uyğun deyil. Cavab oldu, deybəndi. 8-i oxuyuruq. Deyir ki, müəllim lövhə qarşısında dərsi izah edir. Bu zaman şagirdlərdən biri müəllimə izah zamanı səhv yol verdiyini bildirir. Müəllim atdığı hansı addımla doğru olar? Müəllim şagirdin iradını qəbul etməli, ona diqqətinə görə təşəkkür bildirməlidir. Bu bir doğrudur, bunu götürürük. Bunu götürdük. Müəllimin etdiyi səhvi göz ardı edib izahına davam etməsi akademik baxımından doğru addım olan səhvdir. İkini götürmürük. İkilər olanı silirik. Bəli. Müəllim səhvi düzəltməli, lazım gələrsə düzgün cavaba əlavə olaraq izah verməlidir. Bu düzdür. 1-3. Sağ ol. Cavabımız oldu 1 və 3. Sonra 9-la 10 oxu. Vəfa müəllim gəldi. Gəlməyibsə 4-4 oxuyaq, Oxu. Deyir, müəllim şagirdlərə müxtəlif səviyyəli tapşırıqlar verir. Bəzi şagirdlər tapşırığı tez bitirir və öz aralarında danışmağa başlayırlar. Bu hal digər şagirdlərə mane olur. Və onlar fikirlərini yayındırır. Bu situasiyanın mümkün yaranma səbəbini və həll yolunu müəyyən edin. Bu da bir yaxşı kimidir. Müəllim sinifinin idarə edilməsində boşluqları var müəllimin. Müəllim ilin əvvəlində müvafiq prosedur müəyyənləşdirməsi lazımdır. Bu uyğun gəlir müəllim bildirimlər. Sağ ol. Bunu etsəydi, yəni uşaqlar gözləyərdi ki, digərlərinə mane olmasında səssiz gözləmə. Bu prosedurdur. Əvvəlcədən müəyyənləşdirməlidir. Elə cavab A bəndi. Onu da oxu. Verilmiş rəy nümunələrindən hansı şagirdi inkişafını təmin etmiş? Testdə əsas arqumentin açıq şəkildə təqdim etməyini yüksək dəyərləndirirəm. Fikrini dəstəkləmək üçün daha çox sübuta ehtiyacın varsa, müxtəlif mənbələrə müraciət et. Müəllim, bu düzdür. Bu yəni aid uyğun götürmürük. Bu istiqamətdir, düzdür. Essedə fikirlərini qeyd etməyin yaxşıdır. Bəzi sözlərin istifadə yerində səhvlər var. Səhvlərini aradan qaldırmaq üçün isə lüğətdən istifadə etməyin daha məqsədə uyğundur. Bu da doğrudur. Bəli, istiqamət veribdir burada da, düzdür. C. Təqdimat zamanı məzmunu aydın şəkildə çatdırmağın yaxşıdır.
Digər şagirdlərin diqqətini cəlb etmək üçün sürətini yavaşlatmaqla daha çox şagird cəlb edə bilərsən. Bu da doğrudur, istiqamət verdi. Düzdür. Verilmiş tapşırıqları keçən dərsimizdə fərqli olaraq daha tez və düzgün həll etmisən. Bu yaxşıdır. Səhv etdiklərini isə düsturdan istifadə edərək yenidən həll et. Bu da düzdür, istiqamət verir. Araşdırma zamanı açar ideyaları doğru müəyyənləşdirmisən. Lakin təqdim etdiyin fikri nümunələrlə əsaslandırmağın lazım idi. Araşdırma bacarığın zəifdir. Burada səhv deyilməliyim, çünki istiqamət vermir. Belə konkretin deyib ki, zəifdir. Amma uşaq işləyib də yenə yazıq. Doğrusu var. Hə, deməli 11-dən 4 dənə oldu Elmina müəllim. Bəli, müəllim. Hə, Sədaqət müəllim oxumusunuz siz? Xeyr, müəllim. Hə, buyur 4-ünü də siz oxuyun. Müəllim şagirdlərə fərdi şəkildə evdə tədbirə apara biləcəkləri bir tapşırıq verir. Belə ki, şagirdlər 2 bitki götürməli, birini qaranlıq dolaba qoymalı, digərini isə işıqlı bir yerdə saxlamalıdırlar. Onlar 3 gün boyunca bitkilərə nəzarət etməli, baş verən dəyişikliklərlə bağlı qeyd aparmalı və dəyişikliyin səbəblərini də müəyyənləşdirməlidirlər. Şagirdlərin bir çoxu tapşırığı çox bəyənir və evə gedən kimi icrasına başlayır. Amma bir neçə şagird demək olar ki, təcrübəni yerinə yetirmir və hazır nəticələri yoldaşlarından köpürür və müəllimə təqdim edir. Verilmiş stansiyada müəllim və şagirdlər haqqında hansı fikirlər doğrudur? Müəllim dərs prosesində şagirdlərin intellektlərini nəzərə almaması onların tapşırığa qarşı münasibətinə təsir edir. Bu doğrudur. Ay sağ ol, biri götürək, doğrudur. Bazıları maraqlanır, bazıları maraqsızdır. Düzdür. Sonra, müəllim yoldaşından tapşırığın nəticəsini köçürən şagirdlərə irad bildirməməlidir. Əks halda şagirdin özünə inamını zədələyə bilər. Bu yanlışdır axı. Bəli, yanlışdır. Yanlışdır. Sonra, müəllim şagirdlərə sinifdə öyrəndiklərini daha da möhkəmləndirmək və əzbərçilikdən yayınmaq üçün bu tapşırığı verə bilər. Verə bilər də əzbərçilik deyil. Burada araşdırma aparırlar, müəyyənləşdirmə aparırlar ki, daha yaxşı anlasınlar. Biri var informasiyanı əzbər öyrənək, düzdür. Biri də var ki, daha yaxşı öyrənək. Bunun üçün araşdırmadır, onları tətbiq etməyimizdir evdə. Bu doğru ola bilər. 4-ü də oxu. Bu doğrudur. Şagirdlərin bir-birindən köçürməsi sinif prosedurunun tərtib olunmamasına irəli gələ bilər. O prosedurla bunun əlaqəsi yoxdur axı. Sağ ol. Prosedurla əlaqə yoxdur. 1 və 3 cavab A bəndi. 12. Sonra şagirdlərə öz tapşırığı kimi 2 informativ mətn verilir. Şagirdlər mətnlərdə verilmiş informasiyaları müqayisə etməli, bir-birinə zidd olan informasiyaları müəyyənləşdirməli, doğru olanı seçməli və əsaslandırmalıdır. Müəllim qiymətləndiriləcək meyarları elan edir. 1. Müqayisə etmək, etibarlı mənbələrdə işləmək, əsaslandırmaq. Müəllimin məqsədi haqqında aşağıdakı verilənlərdən doğru olanları müəyyənləşdirin. Müəllim şagirdlərdə informasiya savadlığı bacarığını formalaşdırır. Araşdırma varsa... Bəli, informasiyanı müəyyənləşdiririksə, doğru seçimə əsaslandırırıqsa, bu doğrudur. İnformasiya var. Biri götdük. Bir var. Sonra müəllim şagirdlərdə fəal dinləmə bacarığı, sual tərtib etmək bacarığı formalaşdırır. Yox, burada sual tərtib etmə yoxdur da. Bu düzdür. İşlər gedir, qalıb 1. Sonra 3. Müəllimin şagirdlərdə informasiyanı ümumləşdirmək və qruplaşdırmaq bacarığını formalaşdırır. Hə. Bax, bu doğrudur da. Onlarda informasiyanı ümumiləşdirib birləşdiririk. Bu da düzdür. Sonra. Müəllimin bunları əvvəlcədən elan etməsi şagirdlərin fəaliyyətlə məqsədyönlü olmasına və özünü qiymətləndirmə bacarığını formalaşmasına xidmət edir. Bu da doğrudur. Ay, sağ ol. Deməli, cavabımız oldu C bəndi. 1, 3, 4. Bu da doğrudur. Deşdə də deyir, qiymətləndirmə meyarları idraki taksonomiyanın dəndirmə mərhələsindən ölçülür. Şagird özünü qiymətləndirir də idraki taksonomiyanın. Biraz oxşur, amma düzgün olan cavabımız doğru olan 1, 3, 4-dür C bəndi.
Hə, bax. Değerlendirme çok şeyde yok. Əsaslandırma da var. Bəli, hər birində var. Özü fikrini əsaslandırırsan. Bilirsən, qiymətləndirmə aparırsan. Bu ondan, yəni ki, tam bağlı deyil də. 13-ə baxırıq. Valideyn müəllimlə əlaqə saxlayaraq övladının yalnız onun fənni ilə bağlı nəticəsinin zəif olduğunu bildirir. Bunun səbəbi ilə bağlı müəllimdən məlumat istəyir. Müəllim cavabında övladının mənfi davranışlarını qeyd edərək, ona övladının tərbiyəsinə daha çox vaxt ayırmasını tövsiyə edir. Deməli, verilmiş partiyada müəllimin fəaliyyəti ilə bağlı cədvəldə uyğunsuzluğu müəyyən edir. Deməli, deyir ki, müəllim valideynin maraqsızlığını anladığını göstərər, onun övladını hələ ki akademik nəticələrini yüksəldə bilmədiyində narahat olduğunu deyə bilər. Ay, sağ ol. Burada uyğunsuzluq lazımdır burada. Deyən bircə dəqiqə. Hə, biz uyğunsuzluğu tapacağıq. Bu doğru olduğuna görə bu qalır. Hə. Bizə yanlış Sonra müəllim valideyn ünsiyyətinin bu cür qurulması, onlar arasında baş vermiş fikir mübadiləsi şagirdlə müəllim, bircə də şagirdlə məktəb arasında uçurum yaranmasına səbəb ola bilər. Hə də, bu da ən çox mənfiləri deyirsək, səbəb ola bilər də bu. Bu da doğru fikirdir, bu qaldı. Yanlışlara baxın. Doğrudur. Müəllim təşəbbüsü alaraq öncədən valideyni övladı haqqında məlumatla təmin edə bilərdi. Bu doğrudur. Bax, elə bunu götürürük. Bəli. Sonra müəllim və valideynin dialoqu şagirdin akademik göstəriciləri ilə bağlı çıxış yolu tapmağı hədəfləmədiyindən qeyri-məqbul sayıla bilər. Bəli, qeyri-məqbul sayılır. Deməli, burada yanlış cavab olmadığına görə yanlışların altındakı doğruları götürdük. D bəndə 3 və 4. 14-ü də oxu. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Öyrənməni möhkəmləndirməyin üsullarından biri dərsin müxtəlif informasiya vasitələrindən istifadə edərək təqdim etməkdir. Bu doğrudan müxtəlif sözü var. Düzdür. İkidə deyək ki, öyrənmənin davamlı olmasını təmin etmək üçün şagirdlərdə pasiv götürmə bacarıqları formalaşdırmaq lazımdır. Bu yanlışlar pasiv olmaz. Ay, sağ ol. Deməli, 2 də yanlışa getdi. Sonra? Birdir, doğru. Sonra 3-də deyək, təcrübəyə əsaslanan öyrənmə və ya qrup müzakirələri kimi müxtəlif tədqiq üsullarından istifadə öyrənməni gücləndirməyə kömək edir. Hə. Təcrübələrdirsə, müxtəlif üsullardan istifadə edirsə, əlbəttə doğrudur, bu da kömək edir. Bu da getdi, uyğunluq deyil. 4-ə bax, bir dəqiqə. Bu öz tapşırığı və əlavə oxu vermək şagirdlərin mövzu ilə bağlı bilik bacarıqlarını genişləndirməcə effektiv üsuldur. Çoxu olmazaq qədərində verilməlidir. Yanlışdır. Doğru 1, 4-də bu. Dilbər müəllim, oxumusunuz siz? Xeyr, mən oxumamışam. Dilbər müəllimlə Səriyəz müəllim qalıb. 3-3-də siz oxuyun, 15, 17, oxuyun, 3-3. 15. Müəllimə, biraz aşağı gəldilər. 3-ün sən oxu, 3-ündə Səriyəz müəllim. Buyur. Müəllimin daha keyfiyyətli tədrisi üçün hər dəfə yeni mövzu keçəndə qrup işi təşkil edir. Şagirdlər qrup işini çox sevsələr də hər zaman xaotik səs-küy müşahidə olunur. Müəllimin qrup işi ilə bağlı qaydaları mövcuddur. Müəllim qrupça bağlı qayda mövcuddur. Lakin şagirdlər bu qaydalara əməl etmirlər. Verilmiş tutuya ilə bağlı doğru fikirləri müəyyən edir. Müəllim tədris formatını seçməkdə sərbəstliyi olsa da, amma yeni mövzu keçən zaman hər dəfə qrup işindən istifadə etməsi düzgündür. Bu doğrudur da müəllim, hər dəfə istifadə etməsi. Bəli, düzdür. Biri götdük. Qrup işi zamanı əsas məsələ qrup qaydalarını yox, müəllimin mütəmadi olaraq monitorinqini aparmasıdır. Qrup qaydalarını. Mən bu da yanlışdır da, qrup işi zamanı əsas məsələ. Sağ ol, qrup işi bu da yanlışdır. Deməli, 2-lərimiz də getdi C bəndimizdə. Sonra 3-ə baxırıq.
Sinifdə mütəmadi səs-küyün olması müəllimin sinifin idarə edilməsi baxımından səriştəsinin zəif olması ilə əlaqəli ola bilər. Səs-küy bu da ola bilər. Bu da doğrudur da, yəni səs-küy olsa, bəli. 4-ə baxırıq. Şagirdlər qrup qaydalarına əməl etmirlərsə, müəllimin yeni qaydalar tərtib etməsi doğru olar. Şagirdlərə qrup işinin səmərəliliyini artırmaq üçün qaydaların vacib olduğunu bildirmək, bəzi qaydaları şagirdlərlə bir yerdə tərtib edə bilərlər. 5 doğrudur, 4 yanlışdır. Bəli, yanlış yox. Belə deyək də, müəllim təkcə yox, şagirdlərlə tərtib etməlidir. Cavabımız E bəndidir, düzdür. 16-ya bax. Şagird artıq neçənci dəfədir ki, verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkir. Müəllim ona yaxınlaşaraq bilmədiyi hissələrə baxır və ümidsiz şəkildə şagirdə iradını bildirir. Ona izah edir ki, dərsin izahatı zamanı bütün diqqətinin müəllimdə olması lazımdır. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir. Müəllim şagirdlərə fərqli xüsusiyyətlərə malik əşyalar verərək